Yumurtaları yağlamamış soyuducuya qoymayın. Yumurta qabığına bitki yağı sürtmək faydalıdır. News 24 xəbər verir ki, bu həyat hiləsi mağazadan alınan yumurtaları uzun müddət təzə saxlayacaq. Belə ki, yumurta qabları məsaməli quruluşa malikdir. Onun vasitəsilə bakteriya və hava daxil olur. Bu da məhsulun xarab olmasını sürətləndirir. Yağ məsamələri bağlayan, zərərli mikroorqanizmlərin daxil olmasına mane olan və yumurtadan nəmin buraxılmasını ləngidən nazik qoruyucu qat yaradır. Gələcək istifadə üçün yumurta alırsınızsa və ya onları uzun müddət təzə saxlamaq istəyirsinizsə, bu üsul xüsusilə faydalıdır. Yağ yumurtanın dadına və keyfiyyətinə təsir eləmir, lakin onların saxlanma müddətini əhəmiyyətli dərəcədə artırır. Bundan əlavə, bu üsul soyuducuda bəzən qabıq vasitəsilə buxarlanma səbəbindən baş verən xoşagəlməz bir qoxunun görünüşünün qarşısını almağa kömək edir.